Kombi almaq istəyənlərin nəzərinə, kombi almaq istəyirsiniz, hansı keyfiyyətdə olduğunu bilmirsiniz, alacağınız kombi bu qış sizi yarı yolda qoyacaq və qoymayacaqmı? Bütün bu suallarınızın cavabını tapmışıq. Yəni hal-hazırda yanında gördüyünüz kombi Merqas kombiləridir. Əsl qiyməti olaraq çox münasib və keyfiyyət olaraq da ən yaxşı kombilərdən biridir. Hal-hazırda bazarda mən vurğulamaq istəyirəm ki, ala biləcəyiniz bu qiymətə kombi, bu keyfiyyətdə tapa bilməzsiniz. Zərif və dizayn olaraq da çox gözəldir. Görünüş olaraq bizi qabaq panelində 2 dənə rolik qarşılayır, 4 dənə düymədən ibarətdir. Söndürüb yandırılması, yay, qış rejimi, radiatorun temperaturunun artırıb azaldılması və isti suyun temperaturunun artırıb azaldılması və hər hansı bir düymədə dəydiyimiz zaman əsasən də gecə bizdə problem olurdu ki, ya telefon işığını tuturdunuz, ekranı görməkdən ona ehtiyac qalmayacaq. İstədiyiniz bir düyməyə dəyən kimi ekran işıqlanması vasitəsilə siz rahat şəkildə də istədiyiniz həm yay, həm qış rejiminə və yaxud istədiyiniz dərəcəyə keçirə bilərsiniz. Və özəlliklə vurğulamaq istəyirəm ki, bu kombinin ən yaxşı özəlliklərindən biri odur ki, dövriyyə nasosu, Grundfos dövriyyə nasosu ilə təchiz olunubdur. Yəni, bu dövriyyə nasos Grundfos ümumiyyətlə İtalyan, Alman kombilərindən %90-da Grundfos dövriyyə nasosuna istifadə olunur, ən çox da keyfiyyətinə görə. Və gördüyünüz kimi, odluğunu göstərmək istəyirəm. Standart olaraq istehsal olunubdur. Yəni, çox kombilər deyək və yaxud çox firmalardakı kimi standart deyil. Yəni, ən çox da bizi aldadan bunlar idi. Baxın, standart odluqdur. Ana işin görə misli və bağlantısı rezervuardır. Heç bir zaman sızma da olmur. Digər bəzi kombilər məsələn keçmə olur. Onlarda da çox problemlər çıxır. Amma bunlarda çox yaxşıdır. İçərisindəki saniki ilə dəyişməyə rahatdır. Fanımız keyfiyyət olaraq çox yaxşıdır. Yəni, firmanın öz zavod malıdır. Yəni, bir sözü ilə bu qiymətə ala biləcəyiniz sadə və keyfiyyətli kombi ancaq Merqas kombiləridir və üstəlik 2 il və işə salma və şəhər daxili çatdırılma tam ödənişsizdir.